Heç bilirdiniz, Ruba və Zağ dastanı türkcə bir şeirdir. Qarğa və Tülkü Azərbaycanın görkəmli şairi Mirzə Əli Əkbər Sabirin əsərlərindən biridir ki, divanında yer alır. Bu hekayə 2-ci sinifin Farsi kitabında Həbib Yağmayinin tərcüməsi ilə Ruba və Zağ adında çap olub. Pendir ağzında bir qara qarğa, uçaraq qondu bir uca budağa. Tülkü görcək yavaş-yavaş gəldi, endirib baş ədəblə çömbəldi. Bir zaman həsrət ilə qarğa sarı, altdan marıtdı baş yuxarı. Dedi, əhsən sənə, a qarğa ağa, nə nəzakətlə qonmusan budağa. Bəzədin sən bu gün bizim çəməni, şad qıldın bu gəlməyinlə məni. Nə gözəlsən, nə xoş ləqasan sən, yeri var söyləsəm hümasan sən. Tüklərin ipək kimi parlaq, bədnəzərdən vücudun olsun iraq. Bu yəqindir ki, var sevimli səsin, oxu, versin mənə səfa nəfəsin. Belə sözdən fərəhlənib qarğa, ağzını açdı ta ki etsin ğa. Ğa edərkən hənüz bircə kərə, pendiri dimdiyindən endi yerə. Tülkü fौरən havada qapdı yedi, qarğaya tənə ilə böylə dedi. Olmasaydı cəhanda sarsaqlar, ac qalardı yəqin ki yaltaqlar.